pula öyrəşirlər. Artıq öz sözsüz danışın. Başı üstün deyil burada oturmaq. Bura inanılmazdır, bura möhtəşəmdir. Bura heç kim gəlmir falan, beşmirkən də demirəm. Ənənəvi musiqiləri falan. Bibin boğazınız için görürsünüz. Və onu bibi. Boğazın ona görə çox, amma çox ağırdır. Yəni, çox ağırdır bu dəmir. Yəni, manat. 1 manat da burada var. Kim qoydu pulu? Salam, bir daha salam. Yine hardayıq? Yine Şanqaydayıq, Taylandda. Harası gəlirəm? 3 günlük deyirəm. 3 gün gedəcəm, orada deyəcəm. 3 gün qalacam orada. Sonra elə olur ki, çox yatıram. Oranı da gəzməyə falan, yəni belə günortadan sonra falan gedirəm, edirəm. İstəmirəm, çox özüm belə şəhərdən durum, qaçım ora, oranı da görüm, buranı da görüm. Bitəcək şeylərin modu ilə hərəkət eləmədiyim üçün biraz daha sərbəst gəzirəm. Onun üçün də 3 günlük getdiyim yerdə məcburan 1 həftə falan qalım. Yəni bu formada davam edir hələ ki. Yəni Şanqaydayım, bu da Ceyranı da qaldığım yer. İndi buradan gedəcəm, bir dənə maraqlı bir yer var, ora. Saat neçədir? Saat 11:11. Bu günü 3-4 dənə yerə gedəcəyik, maraqlı bir gün olacağını düşünürəm mənim üçün də, sizin üçün də. Haydi, gedək. Bu arada onu deyim ki, bundan əvvəlki videoya baxanlar üçün GoPro'ya düyü təsir edir. O düyünü kim çıxartmışdı özündən ki, düyü nəmi çəkir, nəmi neynir? Heç bir şey də yaramırmış. Neyse, getdik. Yolçu yolunda gərək deyərekdən yola çıxaq. Tabii ki, benzinimizi vuraq, sonra yola. Yenidən davam. Yolsuz ilə mənzərənin gözəlliyinə baxın. Süper. Təsadüfən görün, 1 saat burada oturdum, qaldım. Neyse, devam. Çok qışın bir kənddir buraya. Çok qışın kənd, çox da istədim ha. Sakit. Ətrafda heç kim yox. Arada bir dənə motosikletlər keçəndə səslər gəlir və salam. Çox sakit kənd, çox. Deməli burada bir dağ xalq var. Bura yol çəkində. Qəbilədir yəni, hara nəydə yol çəkin yetirlər. Burada deməli bir dağ qəbilələri var. Karen xalqı. Gedirəm indi onların bir kəndinə. Görüm, oradadılar mı, nə ayrılırlar. Onlar ancaq Taylandda və Myanmarda yaşayırlar. Burada Tayland-Myanmar sərhəddidir. Gedim görüm nə var orada. Bura onların kəndidir. Karen, belə deyim, xalqı dağ xalqıdır. Düzdür, indi artıq bir çox müasirləşibdir. Bilməm ki, sən videoların birində demişdim, yoxsa artıq dünya ikidə müasirləşir və tək rəngə çevrilir. Bu çox pis bir şeydir, həqiqətən çox pis bir şeydir. Fikir verin, hamı artıq eyni telefonları işlədir, hamı eyni maşınlara minir, hamı eyni yeməkləri yeyir falan beşmikan. Yəni artıq dünya tək rəngə çevrilir və bu xalqlar da get-gedə artıq yəni şəhər həyatına öyrəşirlər, pula öyrəşirlər, artıq o lüksə, komforta öyrəşirlər. Yəni artıq yəni heç bir qəbilə o əvvəlki həyatı yaşamaq istəmir. Komfortlu, hər şeyi rahat şəkildə yaşamaq istəyirlər. Dediyim kimi ən əsas pula öyrəşibdilər və onun üçün də artıq bir çox nöqtədə o keçmiş adətlər, ənənələr hamısı yəni bir kənara qoyulubdur. Çünki artıq ehtiyac olmadığını düşünürlər və yaxud da bu keçmiş adətin, ənənənin falanın beşmişanın hamısının bir turist çəkmək yolu olduğunun fərqinə varıb onlardan pul qazanmağa çalışırlar və salam. Yoxsa gündəlik həyatlarında heç birisi demiyorlar ki o
keçmişdə çox qəbilə həyatını yaşamır. Artıq dediyim kimi pula öyrəşibdilər. Dünya artıq tək rəngə çevrilibdir. İnsan cəhətdən, yəni fikir verin, dünyadakı bütün binalar demək olar ki, artıq yəni get Jakartaya, get São Pauloya, get Bakıya, get Dubaya. Demək olar artıq binalar eyni binalardır. Şüşəli, hündür mərtəbəli binalar o. Əvvəlki o dövrlərdəki o hər kəndin özünün fərqli binaları falan beşmişən artıq get-gedə yoxa çıxır. Hamı eyni yeməklə yeyir, hamı McDonald's-dan, KFC-dən və s. və ilaxır yeyir. Hamı eyni maşınlara minir demək olar ki, eyni rəng maşınları, eyni rəng paltarlar geyinməyə başlayır. Eyni modeldə paltarlar demək olar ki, geyinməyə başlayıram. Yəni artıq dünya belə deyim, tək rəngə çevrilir. Nəysə, çox uzatdım. Haydi davam edək. Bura dediyim kimi Karen xalqının tarixi yaşadığı ərazidir. Bunlar da onların maşınları dağ qəbiləsisənsə, sən maşının nə gəzir axı? Neysə, gedək içəri. Buranın girişi. Buraya isə muzey kimi bir şey deyiblər burada, yoxsa? Yəqin ki də. Hello. Burada öden şeyler ilginç. Hello. 300. Okay. Yeah. Thank you. This way down, 100 meters. 100 meters. Okay. And then you just walk around. Okay. Okay. Thank you. Deyir için aşağı 100 metre get falan 5 mükən. Yəqin ki bu Karen xalqlarını görməyə görürlər ki artıq ətraf ərazilərdən falan gələnlər var. Deyiblər bunu elə pula çevirək hepsi. 300 baht da nə qədər idi yəni 300 baht. Allah bahtımızı açıq eləsin. 15 manat falan eləyirəm biz var arada. Aka kəndi, Yao kəndi, Lahu kəndi, Kayav kəndi, Longneck, Karen. Burasında əsas gəlmə səbəbim burada yerli xalqların bir ənənəsi var. Onu göstərmək istəyirəm. Uzun boğaz şeyler var. Boğazlarına halqa taxan yerli xalq var. Onu göstərərəm. Kəndlərdən birisi budur. Aka Village. Aka kəndi. Amma mənim kəndlərdə artıq bəzilərində yaşayış olsa da bəziləri artıq yaşayış falan yoxdur. Burada Aka kəndi. Aka kəndinin evləri bu formadadır. Burada da ənənəvi musiqiləri falan. Burada kəndlərdən başqa birisi Longneck Village, yəni uzun boğaz kənd. Bu de boğazını görürsünüz bibinin. Bibinin boğazını da görürsünüz. Onu bibi. Boğazını ona görə taxıbdı ki, o onun boynun uzun göstərsin. Amma əslində onun boynun uzun göstərmir. Onun sadəcə olaraq belə deyim, çiyinlərindən aşağıya basdığı üçün bu formada görürsünüz. Çiyinlərindən aşağı basılır və ona görə də o şey görsənir. Verdim, boğazı uzun görsən. Amma əslində dediyim kimi boğazı uzun deyil. Sadəcə olaraq çiyinlərindən o dəmir halqalar
qalın olduğu üçün, ağır olduğu üçün onun çiyinlərini aşağıya basır və belə deyim, onu boğazını uzun göstərir. Yaxşı, niyə bu dəmirləri niyə bu dəmirləri falan boğazlarına taxırlar? Çünki onları daha gözəl göstərdiyinə inanırlar və həmçinin də ta qədim dövrlərdə heyvanlar hücum eləyəndə boğazdan hücum elədiyi üçün heyvanlar daha çox boğazdan hücum eləyirdi. Onun onların boğazın qoruduğuna inanırlarmış. Belə. Görürsünüz, hamısının boğazında dəmirlər var. Bu dəmir çox, amma çox ağırdır. Yəni, çox ağırdır bu dəmir. Yəni, düşünün ki, bu yazıq bu dəmiri uşaqlığından bəri daşıyır da. İllər boyu bu dəmiri daşıyır və onun dəmir artıq boğazından o qədər aşağıya basır ki, bir nöqtədən sonra belə deyim, onun çiyini aşağıya batır və başı da yuxarıda qaldığı üçün elə düşünürlər ki, bu boyu uzadır, amma boyu falan təbii ki uzatmır. Sadəcə olaraq çiyini aşağı salır, dəmir çox ağır olduğu üçün. Belə. Bu da onların, belə deyim, suvenirləridir bu formada. Və uzun boğazda olmağında onları daha gözəl göstərdiklərinə inanırlar. Bu tayfada, bu qəbilədə. Yəni, belə gedə bilərik. Bu formada bir yerdir. Artıq gedə bilərik. Bu xanım ya, bunlar şeydir, bunlar yalandan taxıblar. Orada 2 nəfər idi əsas. O birinci videosunu çəkdiyim xanım, o həqiqətən də doğrudan da uzun müddətli taxmışdı. Çünki onun həqiqətən də gördünüz, boğazı nə qədər, bu da var, görürsünüz. Bu da uzun müddətdir bunlar taxırlar. Ona görə də görürsünüz, boğazları nə qədər uzun görsəniz. Bunlar uzun müddət taxanlardır. Bunlar yalandan taxdılar. Bunlar dünən sıra ağacı, uşaqdılar bunlar. Svejidirlər, smetana yəni. Bunlar gəncdilər bunlar. Bura adlanır elə Long Neck Village, yəni uzun boğazlar kəndi adlanır bura. Bu arada sizə bir şey də göstərim burada. Bu gördüyünüz ağac kauçuk ağacıdır. Bu da gördüyünüz şey kauçuk yığırlar bu formada, ağacı kəsirlər. Ağacdan bura axar kauçuklar. Vaxtı zamanında bunların qiyməti olduqca yüksək idi, amma bugün o qədər də qiyməti yoxdur. Amazon meşələrində, həmçinin Sumatra adasının cəngəlliklərində, ümumiyyətlə cəngəlliklərin əksəriyyətində, həmçinin Taylandda da gördüyünüz kimi burada da var. Bu kauçuk ağaclarına tez rast gəlmək mümkündür. Hadi yolumuza davam edək. Thank you for visiting us. Deyir ki, bizi ziyarət etdiyiniz üçün təşəkkür edirik. Gedə bilərsiniz. Etdik. Belə bir, mən əslində boğazında o dəmir halqalar olan xanımları görməyə gəlmişdim, amma dedim ki, bura bir şey deyil, yəni o heç kəsin yaşamadığı, yol falan olmayan bir qəbilə deyil. Yəni gəlmək mümkündür. Chiang Rai'yə gəlsəniz bir gün yolunuz düşsə, bu qəbiləni gəlib görə bilərsiniz. Girişdə 300 bahtdır bizim pulun, belə deyək, 15 manat falandır. Amma videonun əvvəlində dediyim kimi, yəni, bura heç kəs gələ bilmir. Bura ümumiyyətlə yol yoxdur, iz yoxdur falan 5 məkan. Elə bir söhbət yoxdur. Yəni normal hamı gələ bilər. Hara ki yol yoxdur, orada qəbilə tapa bilərsiniz. Hara ki yol var, orada. Çünki yəni bizim mövzu necədir? Baxırsan ki, qəbilə sakindir. Düzdürmü? Qəbilə deyən nəyə nəzərdə tuturuq? İlkel həyatlar falanlar, beşməkanlar, yəni primitiv yaşayış falan. Amma hamısının əlində telefon var. Böyüksə, yəni onun üçün və bir şey də deyim, artıq bu qəbilə həyatları da son dövrlərin yaşayır. Nəyi nəzərdə tuturam son dövr deyəndə? Artıq yaşlı nəsil, çünki yaşlı nəsili bəzən kəndlərindən ayırmaq o qədər də asan olmur. Onlar razı olmurlar ki, kəndlərindən ayrılıb harası geçsinlər. Nə qədər inkişaf olursa olsun, nə qədər şəhər həyatında kondisioner olursa olsun falan beşməkan.
Deyirlər ki, bizə bura rahatdır, biz burada doğulmuşuq, burada böyüyürük filan düşmüşəm. Amma bu yaşın əslində bir ömrü var. 5 ildən sonra, 10 ildən sonra, 15 ildən, 20 ildən sonra artıq onlar olmayacaq və yeni nəslin də ümumiyyətlə yeni şeylərə adaptasiya olduğunu düşünərekdən artıq bu ənənələrin hamısının unudulacağını, təkcə bura aid deyil bu, təkcə Taylanda aid deyil, təkcə Myanmara aid deyil, təkcə nə bilim Braziliya aid deyil, Azərbaycana da aid, yəni Azərbaycanda da, yəni yeni nəsil artıq köhnə nəslin o qoruyub saxladığı o adət-ənənəni qoruyub saxlamayacaq, çünki artıq onlar üçün bir məna ifadə eləmir o və beləliklə də dünya tək rəng olmağa davam edəcək. Eyni binalar, eyni maşınlar, eyni paltarlar, eyni yeməklər və s. və ilə. İnsanları fərqli göstərən onların adət-ənənəsi idisə, bugün artıq o adət-ənənələr hamısı yox olmağa başlayır və insanlar artıq tək rəng olurlar. Yola devam, getdik. Gəldik növbəti yerə. Buranın adı gedir nə? Əslində adı biraz fərqlidir, amma qara məbəd deyirlər bura. Niyə görə qara məbəd deyirlər? Deyir no entry, niyə girmişsin? Qara məbəd deyirlər bura, niyə qara məbəd deyirlər falan. O barədə biraz danışacağım. Çünki bu gördüyünüz məbəd bizi saniyə buranın girişini zaten hardan girirlər? Nə qədərdir girişi zaten? Hi, how much? Ticket 80 baht, one person. 80 baht. One person? Yes. 80. 80 baht. Taylanda gəlirsənsə gərək bahtın olsun. Bahtsız adam. Bura qara məbəd deyirlər. Pulumu ver. Məzən olsun ay qardaş. Bura qara məbəd deyirlər. Nəyə görə? Çünki Budizmdə qara rəng ölümü, nə bilim, qaranlıq, insanların qaranlıq tərəflərini, insanların o qaranlıq arzularını, istəklərini, karmaları və s. və ilə axır belə deyim, göstərən bir şeydir və onun üçün də bu məbədi qara rəngli edibdilər və içərisində də digərində göstərəcəm. İçərisində də ona görə də elə fərqli insana arzuların, istəklərin, karmaların, nə bilim, ölümü, filanı beşmikanı belə deyim göstəribdilər və təkcə içərisindən söhbət edir. Hər tərəf bir o şey verin. Hər yer qaradır. Bunu bir Taylandlı bir rəssam dediyim düzəldibdir buranı və dediyim kimi mənası deyil o karma insanların arzuları, istəkləri, planları, beşmikanları onlardır. Fikir verin, hər şey qara rəngdədir. Qara rəng dediyim kimi o içərisində. Bura tualetidir. Bu arada ayıbdır, dəlisiniz siz. Tualetlərin bu formada gözləmirdim. Həm şeyləri biraz belə mındar hərəkət edibdilər tuvaletin girişində. Həm də belə bir tualet. Oha. Tualet deyirəm Yəni belə bir tualet həyatımda gözləmirdim. Neyse. Sən görsəydin, deməli, karma nədir? Karma necə izah edir? Karma, insanların etdiyi hərəkətlərin gələcək nəticəsi demək. Yəni, sadə dilinə desək. Məsəl üçün, karmada Budizmdə, Hinduizmdə inanca görə, karmaya görə, yəni karma nədir? Yaxşı hərəkət edirsənsə, gələcəkdə onun yaxşı nəticəsini görəcəksən. Pis hərəkət edirsənsə, gələcəkdə onun pis nəticəsini görəcəksən. Tərzində bir şey. Karma. Yəni, belə bir yer. Burada buynuzlar, burada camış buynuzları falan görürsünüz. Çalın. Süfrədir. Süfrəyə bax. Stolların zadına bu süfrədir.
Belə bir yer. Çox ama çox olduqca mistik bir yerdir. Yəni çox mistik bir havası var. Bir çoxunun içərisinə girişə icazə yoxdur. Hamısı bağlanıbdır. Əsas yəni çölündən baxılır. Hamısı. De burada da. Gör nə qədər balaca draqadillər, yeşə draqadillər, özür draqadil var. Aa, mənim buddam. Mənim buddam. Yatan budda. Deyin. Mənim buddam. Yatan budda. En sevdiğim budda. Abi bu tuvaletten üstüne bu niye böyle simbollar koydular abi bu şerefsizler. Tuvaletler çok şeydi yani elemeyin de böyle şeydi. Ama zarafatı bir kenara koysak tabii ki bu o şeylerin daha çok olmağının sebebi nedir? Dedim ki bura insanların arzuları, istəkləri, nəfsləri və o nəfslər nəticəsində düşdükləri belə deyim də o belə deyim o yaşadıkları o karma, belə deyim ölüm və s. və ilə axır bütün bunları simvolizə etdiyini demişdim. Təbii ki insanın nəfsi də deyiləndə, insanın belə deyim arzuları, istəkləri, planları, beşmükanları deyiləndə onların başında gələn ilk şey də təbii ki nədir? Cinsəllikdir və o cinsəlliyi də bu cür göstəribdir, belə deyək. Buranın memarı bir çox nöqtədə o cinsəlliyə xüsusi vurğu eləyibdir ki, yəni insanlar ən çox cinsel arzularının, istəklərinin, planların, beşmükanların zibilinə düşürlər. Belə. Burada əsas binasının içərisi. Və bu kişidir. Bu düzəldim, hamısını bu eləyibdir. Aya pullara bax, oha pullara bax. Aa manat. Bir manat da burada var. Kim qoydu pulu? Bunu görürsən özləri düzəldibdir, yoxsa kimsə bunu eləyibdir? Məncə, özü eləyibdir, məncə özü yığıbdır. Çünki burada kolleksiyadır konkret. Hə, kolleksiyadır. Burada var dünyanın bütün valyutalarından var. Hayda, manatı gördüğünüzde sevindim ha. Manat bizim kim verib bu manatı bunlara görəsən? Hardan tapıbdılar manatı? Belə bir məbəd. O pulu da nəyə görə qoyublar, onu da deyim. Pul təbii ki dediyim kimi nəfs, arzu, istəklər, şəhvət, karma falan beşmükan. Pul da təbii ki bunların başında gələn şeylərdən birisidir. İnsan ən çox ehtirasından, daha sonra isə insan ən çox nələrdən zərər görür? Pul ehtirasından, cinsel ehtiraslardan və s. və ilə axır. Belə şeylərin hamısını burada vurğulayıbdır. Bu memar, rəssam da mı buranın da memar sahibidir? Bu kişi də elə buranın qurucusu hesab. Hər yerə öz şəklini vurub, qardaş. Hər yerə Allah haqqı mən eləmişəm. Vallahi elə bilərsiz başqası eləyibdir. Vallahi mən eləmişəm falan yəni. Bildikdə sən eləmişsən. Hər yerdə özün şəkli var, hər yerdə. Gedə bilərik. Getdik. Bəsdir bu qədər. Həvəsdir. Yolçu yolunda gedik. Və burada bugünkü son nöqtəmiz buranın mavi məbədi. Şangayda 2 dənə böyük məbəd var. Birisi ağ məbəd, digəri də mavi məbəd. Təbii ki buranın tam adı mavi məbəd olaraq getmir. Rong Sueya Ten Temple gedir. Rong Sueya yəni
pələnglərin çaydan atladığı yer mənasına gələn bir mənası var idi buranın. Belə bir yerdir bu gördüyünüz məbəd. Amma tarixi bir o qədər də qədim deyil. Yəni 2016-cı il idi, 2017-ci il bu civarlarda inşası başı çatdı. Yəni bir o qədər də qədim tarixə sahib deyil məbəd. Amma yəni dediyim kimi Chiang Rai-nin ən önəmli iki məbədindən birisidir. Növbəti o birisi məbəd bundan daha məşhurdur. Ağ məbəd. Bu ağ məbədə sabah gedəcəyik. Daha doğrusu növbəti videoda gedəcəyik. Bu video artıq biraz uzandı. Növbəti videoda artıq gedərik ağ məbədə. Hələlik bu mavi məbədlə tanış olaq. Əslində bunu tikəndə düşünmürdülər ki, Chiang Rai-nin simvollarından birisi olacaq. Tikirlər deyirlər ki, olsun da. Bir məbəd əski, bir məbəd artıq nə olacaq ki? Take off your shoes before going inside. Şapel. Çıxardaq da. Okay. Bura qoy. Thank you. Bura qoy. Oğurlamazlar inşallah. Oğurlamaz, niyə oğurasın? Buranı tikəndə fikirləşmirlər bu qədər məşhur olacaq, amma olduqca məşhur bir yerə çevrilir. Bu mavi məbəd. İçəridə də böyük bir Budda heykəli var. Ağ rəngdə Budda heykəli. Belə bir maraqlı məbəd. Bu da oturmaq üçündür. This seat can only be used by monks. Deyir burada ancaq monklar otura bilər. Deyir, öz sözü danışın. Başınız üçün deyil burada oturmaq. Burada monklar oturmalıdır falan deyir. Monk kimdir? Monk Babud. Monk Babud kişi monkdur. Aranjı paltar giyinənlər, narıncı paltar giyinənlər monkdur. Biraz çölün göstərim. İçərisindən bu qədərdir. Əsas heykəl Buda heykəlidir. Və çölündə də ibadət edən insanlar. Belə bir məbəd. Niyə mavidir deyə soruşsaz, deyəsiz, bunu niyə mavi eləmişsiniz, qadın alıb, bunu başqa rəng eləyəcək. Mavi rəng budizmdə belə ruhani dərinliyi, hikməti, belə izah edeyim, o bilgini falan simvolize edir. Onun üçün də buranı mavi ediblər, mavi məbəd formada müxtəlif mavi heykəllər falan. Yer göy mavidir deyə bilərik burada. Belə bir məbəddir. Bu mavi məbəd. Amma dediyim kimi buranın adı fərqlidir. Buranın adı yeri dilən tərcümədə şirlərin, pələng idi, şir, onların çayı tullandığı ərazi mənasına gəlir. Çünki vaxtında burada çoxlu pələnglər oldu. Onun üçün də şimdi buranı o formada adlandırırlar. Belə bir maraqlı məbəd. Deyim ki, bura Taylandın ən şimalındakı Chiang Rai şəhərinin ən ikonik iki məbədindən birisidir. Digəri ağ məbəddir, bu isə mavi məbəd. Heç nə, videonu da elə burada yekunlaşdıraq. Ümid edirəm ki, xoşunuza gələn bir video oldu. Ümid edirəm ki, bu videoda mənim üçün maraqlı olan şeyləri sizə də bir bazı olsun, əks etdirə bildim. Belə. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.